dindarlar əsla düşünməməlidirlər ki, biz öləcəyik, əsas axirətdir, dünyanı öyrənməyə ehtiyac yoxdur. Din ilə elmi qarşı-qarşıya qoyan zehniyyət, mən deyərdim ki, insanın mahiyyətini də naqis anlamışdır. Varlığa və reallığa baxışında da bir naqislik və nöqsanlıq var. İnsanı nə idarə etməlidir? İnsanı əslində həm ağlı, həm də vicdanı və imanı idarə etməlidir. Elmin insanlığa fayda verə bilməsi üçün onu mütləq imanla, fəlsəfə ilə, ədəbiyyatla, sənətlə, incəsənətlə sintez, yəni bir çuğlaşması lazımdır. İnsan öz ruhunu unudur, öz mənliyi ilə baş-başa qalacaq vaxt tapa bilir. Bəzən insan övladı məsamələri böyük olan torla balıq ovuna çıxır, xırda balıqları qaçırır. Dinlə bu məsələdə əməkdaşlıq eləməlidir. Kesinlikle. Burada elmlə din arasında bir diyalog olmalıdır. Bəli. Olmalıdır. Bəli. Hətta uyğunlaşma da ola bilər. İşin başı da inandır, sonu da inandır. Yəni inanç olmadan insan öz həqiqi mahiyyətini reallaşdıra bilməz. Sağlam dini dünya görüşü də, sağlam elmi dünya görüşü də mütləq mənəviyyata və əxlaqa söykənməlidir.